Sənayilər və trendlər adlanır. Bu sahədə də biz çalışdıq ki, ən yaxşılarını bir araya toplayaq ki, sizin üçün faydalı olsun. Beləliklə, bizim panelimizin ilk olaraq moderatorunu mən səhnəyə dəvət edəcəm. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin baş proqram direktoru Emin Hüseynov. Buyurun, zəhmət olmasa səhnəyə. Bizim sonuncu panelimizin moderatoru məhz Emin müəllimdir. Spikerlərimizi dəvət edirik. Take Advertising and Media'nın kreativ direktoru Elnur Talıblı. Max Media Agentliyinin direktoru Zaur Məmmədov. Marketinq mütəxəssisi və beynəlxalq sertifikatlı təlimçi, həmçinin YouTube-da Marketing Talks adlı podkastı da siz onun təqdimatında və onun işlərini görə bilərsiniz. Orada hörmətli Şəbnəm xanım Hümbətova, xoş gəlmisiniz. Azərbaycan Televiziyasının dublaj redaksiyasının baş redaktoru İbrahim Qurbanov və Radio Enerji 101.1 FM-in icraçı direktoru Əkbər Əsədov. Biz hər birinizə təşəkkürümüzü bildiririk. Həm bizdən bərabər olan bizim dəyərli tamaşaçılarımıza, həm də moderator və spikerlərimizə. Gəlin, alqışları daha da ucaldaq və beləliklə biz üçüncü panelimizə başlayırıq. Hörmətli Emin müəllim, söz sizdədir. Buyurun. Təşəkkür edirəm. Mən də ümidvaram ki, çox maraqlı bir panel keçiriləcək. Qonaqlarımız, spikerlərimiz çox maraqlı bir insanlardır. Və vaxtımız az olduğuna görə istəyərdim elə suallara keçək, artıq vaxt itirməyək. Şəbnəm xanım, mən sualın birincisini sizə vermək istəyərdim. Yaradıcı sənaye deyəndə siz nə başa düşürsünüz? Azərbaycanda bu sənaye necə inkişaf edir? Təşəkkür edirəm sual üçün. Bir daha hər kəsi xoş gördük. Əslində bu sualın cavabını televiziyada çalışan həmkarlar versə daha yaxşı olardı, amma mən marketinq mütəxəssisi olaraq yanaşmağa çalışacağam. Yaradıcı sənaye deyəndə yalnızca biz burada mədəniyyət və incəsənət sahəsi kimi görmürük, yanaşmırıq. Əlbəttə ki, bu özü elə bir sahədir ki, əsas investor biraz kobud səslənəcək, amma əsas istehlakçı, daha doğrusu, yəni istehsal edən insandır. Onun fikirləri, fərqli baxışı, onun təxəyyülüdür. Marketinq sahəsindən isə yaradıcı sənaye bir brendin fərqlənməsi, bir brendin tanınması, onun auditoriya ilə emosional bağ qurması deməkdir. Burada bir çox məqamlar var. Siz ikinci hissədə səhv etməmizə soruşdunuz inkişafı ilə bağlı. Yaradıcı sənaye və trendlərlə marketinqi və ümumiyyətlə inkişaf etməsi baxımından danışsaq, əslində görmək istədiyimiz bir biznes modeli var. Yaradıcılıq, üstəgəl biznes. Lakin indi gəlin baxaq, bugün bu varmı? Həmin biznes modeli işləyirmi? Bir balaca, əlbəttə ki, Azərbaycanda yeni sahədir. Yenilik, kreativlik, hansısa bir trendlərə ayaq uydurmaq, amma potensialı olan bir sahədir və gənclərimiz məni çox şad edir ki, gənclərimizin bu sahədə aktiv, potensialı olması, aktiv iştirak etməsi bu sənayenin inkişafına daha da yaxşı gətirib çıxardır. Çünki burada artıq sahibkarlar da, biznes də başa düşür ki, yalnızca xidmət və məhsul satmaq deyil iş, eyni zamanda auditoriya ilə bu bağı qurmaqdır. Bağı qurmağa da əlbəttə ki, yaradıcı sənaye dəstək olmuş olur. Ümid edirəm, cavablandıra bildim. Bəli, tamam. Əgər kimsə əlavə sözü varsa, onda keçək ikinci suala. İbrahim bəy, şirkətlər yaradıcı layihələrə niyə dəstək verməlidirlər? Bu, onların imicinə və satışlarına necə təsir edə bilər? Mənim çox sağ olun suala görə. Mən məsələyə belə yanaşardım. Senin xanım da dediyinə görə, yəni burada məsələ nədir? Məsələ bir yaradıcılar var, yəni istehsalçılar da deyək bizim dilimizdən. Yəni musiqilərdir, kinodur, şeiriyyatdır və s. Burada niyə maraq göstərməlidir məsələsinə gələndə şirkətlər üçün maraqlı olan bazardır. Yəni o auditoriyadır. Bu auditoriyaya yol tapmağın ən asan yolu artıq orada özünə rəğbət qazanmış, orada özünü sevdirən bir məhsula müraciət eləmək deməkdir. Yəni bir hansısa bir film əgər bu insanlar tərəfindən bəyənilirsə, təbii ki, şirkətlərin də o film üzərindən öz PR-larını deyək, öz reklam bazarında olan və ya deyək auditoriya müraciətini, həmin o emosional bağı qura bilməsinin ən asan yoludur. Yəni ora müraciət edib, ora dəstək olmaqla.
Yəni qısa desəm əslində budur. Yəni birbaşa Deyəsən Şəbnəm xanım nəsə əlavə eləmək istəyir. Bəli, icazəniz varsa, əgər fikrinizi tamamlamısınızsa, mən əslində bu sualı bir növ həm də elə zala da ünvanlamaq istəyərdim ki, niyə dəstək olmurlar? Yəni gəlin biraz da bu tərəfdən baxaq ki, şirkətlər, bizneslər yaradıcı sənayeyə niyə dəstək olmaq istəmirlər? Çünki qlobalda necədir? Təcrübəyə baxırıq, istər-istəməz bir mədəniyyətin, yeni bir mədəniyyətin yaranması deməkdir. Bu da yalnızca ölkənin mədəniyyətinin inkişafı deyil, həm də iqtisadi tərəfdən dəyər qatmış olur. Yaxşı, o zaman niyə dəstək olmurlar? Burada biraz fərqli bir yanaşma var. Burada kimsə tənqid etmək və yaxud hansı sahəni tənqid etmək mənasında sualı vermirəm. Elə özümə sualı ünvanlayıram ki, mən niyə dəstək olmuram? Mən hansısa bir şirkətin nümayəndəsi olaraq və yaxud da marketinq mütəxəssisi olaraq. Çünki burada belə bir məqam var ki, şirkətlər əlbəttə ki, özlərinin gəlirliyini ölçməyə çalışırlar və yaradıcı sənaye o gəliri onlara verirmi? Necə göstərir? Onu ölçə bilirmi? Satışa çevrildiyini görə bilirmi? Hansı məbləğlə ortaya qoya bilirik? İkinci bir məsələ güvənsizlik məsələsi yaranır. Nə qədər mənim dəyərlərimə uyğun bir layihədir? Bəli. Ola bilər ki, çox möhtəşəm, böyük bir layihədir. Amma bu məni tamamlayacaqmı bazarda? Bu insanlarda məndəki dəyərlərlə üst-üstə düşəcəkmi? Bir tərəfdən də digər bir məqamda var, güvənsizlik məsələsi deyəndə, əlbəttə ki, orada həm də çox vaxt layihələr başlayır, hansısa bir gedişatda, hansısa bir dəyişiklik olur və nəticədə gəlib ürək açan bir nəticələrə gəlib çıxmır. Burada artıq ehtiyat etməyə başlayırlar. Yaradıcılığa, kreativliyə yatırım etməkdən biraz ehtiyat edirlər. Mən əslində bir anda bura əlavə eləmək istəyərdim. Yəni mən başa düşürəm, böyük şirkətlər bu işin gəlirliliyini də ölçürlər. Amma nəzərə alaq ki, gəlirlilik yanında eyni zamanda bir imic formalaşmalıdır. Yəni bu imic formalaşmalıdır nəyin əsasında? Bu yaradıcılığa yatırılan, belə deyək də, yəni mən sadə bir misalla hər zaman özümə bir misal gətirirəm. Deyirəm ki, bu günləri hamımızın sevdiyi Nizami Gəncəvi. Yəni əgər Nizami Gəncəviyə o yatırım olmasaydı, belə deyək, bu qədər böyük vüsət alardım onun əsərləri. Yəni məsələ orasındadır. Ona ayıran adamın da bunun yanındakı olan imicidir. Yəni demək istədiyim budur. Tam razıyam. Əslində demək istədiyim odur ki, məsəl üçün bu kimi platformalar məhz bunun üçündür. Həmin yaradıcı insanlarla sahibkarları, biznes adamlarını eyni platformaya buraya toplayırıq ki, və biz onu göstərməyə çalışırıq ki, bəli, yalnızca qazanc deyil, eyni zamanda orada bir dəyər məsələsi var. Sizin bazarda yaratdığınız o emosional bağ məsələsi var ki, burada bunu burada ayıltmaq lazım olur. Burada bir də qarşı tərəfə bizim üzərimizə düşən bir məsuliyyət var. Məsuliyyətimiz nədir? Yəni biz auditoriyamızı düzgün seçməliyik və keyfiyyətli və hər kəsə xitab eləyən və dəyərləri üstün saxlayan bir material ortaya çıxartmalıyıq ki, bu auditoriya tərəfindən həm tərbiyəvi xarakteri olsun, həm deyək ki, kreativ olsun. Yəni insanların ürəyində həqiqətən yer tapsın və bu mənəvi dəyəri biraz yüksək olsun da, belə deyək. Onun arxasında artıq sponsor da cəlb eləmək olar, onun arxasında artıq şirkətləri də cəlb eləmək olar. Yəni ilkin mərtəbə təbii ki, bizim istehsalçılar olaraq üzərimizə böyük bir məsuliyyət düşür. Məncə Elnur bəy də mən bir məsələyə toxunmaq istəyirdim. Bu son illərin acı təcrübəsidir bizdə. Bizdə bir çox şirkətlərdə son illər və böyük şirkətlərdə qlobal strategiya yavaş-yavaş gündəmdən çıxır. Ya məsələn 15 il bundan qabaq bir çox şirkət qlobal strategiyasını düşünürdü ki, 15 ildən sonra mənim şirkətim harda olacaq, 25 ildən sonra mənim şirkətim harda olacaq. İndi biraz çox loru deyəcəm, çox bəlkə biraz kobud səslənəcək, amma bugün bəzi şirkətlərdə marketinqə gətirilən insanlar qorxurlar ki, mən burada işləyərəm, 2 il nəticə vermərəm və məni işdən çıxardarlar və şirkət rəhbərliyinə izah eləyənmirlər ki, bugün biz gördüyümüz iş bəlkə bugün bir nəticə vermir, amma 10 il sonraya çox böyük yatırımdır. Yəni, burada və indi nəticə prinsipindən başlayıb işləməyə çox şirkətlərimiz var. Biz bu saat onun çox ciddi problemini yaşayırıq əslində. Kreativ olaraq, bir şey olaraq təkliflər eləyəndə bizdən tələb olunur. Bu dəqiqə neyniyək ki, 3 aydan sonra bu nəticə olsun, 6 aydan sonra bu nəticə, hətta 6 ay böyük bir müddət kimi hesablanır. Və deyirsən ki, bir image layihəsi olaraq sənin, bugün bəlkə də sən onu hiss eləməyəcəksən, 3 ildən sonra bəlkə hiss eləməyəcəksən. Və bizim bu təkliflərimiz çox zaman marketinqdə ilişir, qalır, heç şirkət rəhbərliyinə gedib çıxmır bu təkliflərimiz. Marketinq səviyyəsindəki mənə, bilirsiniz, o gözəldir, o superdir, o çox full fikirdir, əladır, biz sizlə razıyıq, amma bizim indi hədəfimiz var, bizim satışlarımız artmalıdır, məsəl üçün. Ani olaraq indi artmalıdır.
Və qlobal şeydə və hamınızın yadınızdadır, pandemiya dövründə əksər şirkətlərimiz çox böyük bir səhv elədilər və bu hamınız bilirsiniz. Pandemiya dövründə büdcələri qısanda əksər şirkətlər marketinq və reklam büdcələrini ümumiyyətlə dayandırdılar ki, pandemiyadır, hələ ki gözləyək görək axırı nə olur. Əslində tam bazar onda formalaşmışdı. Onun bədbəxtçiliyini biz indi görürük. Bax, onun problemlərini biz indi görürük. 2020-ci ildə dayandırılan büdcələr hələ də qayıtmayıbdır. Heç bir əksər şirkətlər o büdcələrə bir daha qayıtmayıblar. Yəni biraz o problem də var. Zarbək, siz də deyəsən. Max Media Agentliyi 3-4 dəfə təklif də alıb ki, gəlin biz sizə pul ödəməyək, satışlardan faizi götürərsiniz. Yəni o təklif də olub. Yəni başa düşmək olar müştərinin əlbəttə ki, aydın məsələdir. Amma biz o prinsiplərlə işləmirik də. Yəni çünki marketinqin indi həmkarlar da bilir. Bizdən başqa, yəni reklam agentliyindən başqa 3 dənə PC var. Əgər sənin call center normal işləmirsə, əgər sənin məhsulunu başqa şəbəkələrdə tapmaq olmursa, yalnız məsələn bazar storda satılırsa və yaxud da ki, sənin məhsulun keyfiyyətsizdirsə, reklamda elan bəyan olunandan daha keyfiyyətsizdirsə, ona reklam agentliyi məsuliyyət daşıya bilməz. Yoldaşlar dediyi kimi, İbrahim bəy dediyi kimi, yəni doğrudan da ona bir cürət lazımdır ki, bu məsələlərdə yaradıcı sənayeni dərk eləyib, onu kommersiya baxımından dəyərləndirəsən. O baxımdan Nizaminin işi daha asan olur. Mənə gəlir. Yəni Nizamiyə nə var ki? Tamam. İcazə versəniz, heç kimin qalmadı replikası. Onda Əkbər bəy, sualı sizə vermək istəyirəm. Sponsorlar kreativ məzmunla işləyən layihələrə marağı necə göstərməlidirlər? Yəni, məsələn, filmdir, musiqidir, tədbirlərdir və s. Mən hamını salamlayıram bu arada. Mən buna daha çox radio tərəfdən yanaşmaq istəyirəm. Bir balaca radiolarda da belə bir tendensiya var ki, misal üçün, biz bir şirkətlə görüşürük, danışırıq, hər şey əla, bəs təklif vermək istəyirik ki, yaradıcı nəsə fərqli bir şey eləyək. Şirkət birinci soruşur ki, bəs bunun büdcəsi nə olacaq? Büdcə radioda daha çox reklam yayım sayına görə hesablanır və yaradıcı tərəfə görə biz heç nə əlavə təklif eləmirik də ki, bunu yaradıcı eləmək üçün əlavə nəsə resurs xərcləməlisiniz. Şirkətə bildiririk ki, misal üçün, reklamını daha keyfiyyətli eləyək və buna fokuslanarıq birinci növbədə. Daha sonra fokuslanarıq ki, bunu neçə dəfə yayımlayacaq, nə edəcək və s. Amma şirkətlərdə daha çox bu yanaşma var ki, yox, mən daha çox eşidilmək istəyirəm. Yəni, mənə önəmli deyil ki, orada hər hansısa bir mövzudan, təbii ki, müəyyən qədər önəmlidir, amma ona daha çox fokuslanmaq istəməyən şirkətlər var. Biz bir balaca düşünürəm ki, bu yanaşmanı dəyişməliyik ki, çox eşidilmək deyil də, nəyi eşitdirmək istəyirik, buna fokuslanmalıyıq birinci növbədə. Misal üçün, məndə кейslər olub ki, Boeing şirkətinin biri misal üçün bizə müraciət edib ki, reklamını yayımlamaq istəyir və istəyir ki, 2-ci və 4-cü günlər 50% endirim təklif edir öz müştərilərinə, belə bir reklam yanaşması ilə və sadə bir anons üzərindən. Mən deyirəm ki, okey, verək, yayımlayaq, bəs effektiv olsa biz davam edəcəyik. Elə hallarda mən bildirəm ki, okey, amma bu sadə anonsdur. Yəni, bunu effektivliyi yalnız sizdən asılıdır ki, siz bunu nə qədər eşitdirəsiniz, nə qədər həmin şəxsləri necə qarşılayasınız və s. Və dedi ki, okey, sizin tövsiyəniz varsa, gəlin bunu dəyişdirək, bir balaca fərqli eləyək və düşünürəm ki, elə əgər effektiv olsa, biz sizdən davamlı işləyəcəyik. Biz belə elədik, əvvəlinə bir bowlingdə daşların yıxılması o hissəsi ki var, strike deyirik biz ona bowlingdə. Həmin səsi əvvəldən yerləşdirdik. Təbii ki, bu radiodur, burada təsvir yaratmaq önəmlidir. Daha sonra isə bir səs aktyorunun səsi ilə sevincək bir səs. Əla, bu ki, strike'dır, indi isə növbə sənindir. Həftənin 2-ci, 4-cü günləri gəl, 50% endirimdən yararlan. Bu daha effektiv oldu, daha effektiv nəticə verdi və həmin şirkət də bizə təşəkkür bildirdi ki, yəni biraz fərqli yanaşdınız, maraqlı elədiniz. Və biz şirkətləri daha çox buna çağırırıq ki, gəlin biz reklamı yayımlanmadan öncə, yəni son ana saxlamayaq da ki, bu günləri səsləndirilsin, sabahları reklamımız yayımlansın və sonra da deyək ki, bəs yox, effektivlik almadıq, bəs radio effektiv deyil, TV effektiv deyil və s. ki, bu istiqamətdə daha effektiv olmağa çalışmaq üçün birinci növbədə düşünürəm ki, reklamın kifayət qədər keyfiyyətli olmağı daha önəmlidir. İcazənizlə bəli istəyərdim.
Əslində Əkbər bəy yaxşı məqamı vurğuladı, amma burada belə bir məsələ var ki, büdcəni az əvvəl də vurğuladı Elnur bəy də, marketinqdə ilişmir büdcə. Yəni büdcə əvvəlcədən təyin edilir. Azərbaycandakı reallıq budur ki, marketinq mütəxəssisi büdcəni təyin edib gəlib deyə bilmir sahibkara ki, sən mənə bu qədər büdcəni ver, mən bunu reklama xərcləyəcəm. Çox vaxt o verdiyi büdcədən qat-qat aşağı büdcə almış olur. Bu belə bir növ belə bir şey oxşur ki, mənə 10 ver, mən sənə daha çox yaxşı nəticə göstərim. Deyirlər, yox, al bu 5 ilə get başla, baxarıq sonra necə olacaq. İkinci bir məsələ reklamın effektivliyi ilə bağlı. İndi hal-hazırda heç kimə sir deyil ki, marketinq mütəxəssisləri də çox gözəl bilirlər ki, ənənəvi media çox olduqca büdcəli bir reklam sahəsidir. Və nəzərə alsaq ki, biz kreativliyə orada verdiyimiz zaman büdcə də şişir. Amma mən onun daha həmin büdcə ilə sosial mediada və yaxud da sosial digər platformalarda, rəqəmsal platformada daha yaxşı effekt ala bilirəm. Auditoriyam oradadırsa əgər, əlbəttə ki, daha yaxşı effekt ala bilirəm və bu da normal olaraq mənə verilən o az büdcə daha effektli istifadə etmək üçün qarşımda qoyulan o seçimlərdən radio və TV-ni ən axıra saxlamağıma gətirib çıxardır ki, mən də heç olmasa effektli istifadə edeyim ki, bu 5-i qaldıra bilim ona. Ən azından bu şəkildə də var. Yəni burada yalnızca marketinq mütəxəssislərinin xahiş edirəm ittiham edilməsin. Bir əlavə eləmək istəyirəm. Yox, biz burada marketinq mütəxəssislərini ittiham eləmək yox, daha çox bu istiqamətdə yanaşmaq istəyirik ki, misal üçün də bir şirkət o vaxt müraciət eləyir ki, misal üçün ənənəvi mediaya, bizim X bir reklam kampaniyamız var, gəlin bunu yayımlayaq. Amma biz tövsiyə edirik ki, sadəcə olaraq daha çox büdcə xərcləməsi olmasın deyə bu kampaniyanı fikirləşməmişdən bir qədər öncə müraciət olunsa və həmin müraciətdə sadəcə olaraq brief olaraq verilsə ki, biz belə bir kampaniya eləmək istəyirik və siz misal üçün səsləndirmə tərəfi olaraq və yaxud da reklam tərəfi olaraq bunu necə görürsünüz? Çünki biz bu işin daha çox içində olduğumuzdan düşünürük ki, bir balaca nəsə daha maraqlı eləmək olar ki, standart kampaniya olaraq yayımlamayaq və öz belə deyək də təsvir yaratma tərəfimizi də bir balaca göstərə bilək. Yenə də icazənizlə müdaxiləm olacaq. Burada marketinq mütəxəssisləri kimlər var? Əla. Bir dənə də sual verəcəm. Yenə də razı olanlar əlini qaldırar, razı olmayanlar yox. Əkbər bəyin dediyi əladır. Vurğulayır ki, yaradıcı tərəfdən yanaşaq. Amma saniyəsi o qədər bahadır ki, biz bunu 20 və yaxud da 15 saniyə tutmaq məcburiyyətindəyik. Kim rahat reklam verə bilir radioya qısıtlamadan? Heç kim. Yaxşı, kim limit qoyub verir reklamı? Eyni şəkildə. Çünki büdcə məsələsi var. Yəni sizin vurğuladığınız əla bu bir strayk idi, nə bilim, bu sözü deməyin əvəzinə mən ora tarix də verə bilərəm, mən ora promokod da verə bilərəm. Yəni biz bunu belə düşünmək məcburiyyətindəyik. Çünki yenə də dediyim kimi 25 saniyə ilə 20 saniyə arasındakı büdcə fərqi çoxdur. Nəzərə alsaq ki, oradakı büdcə ilə mən digər işləri də görmüş ola bilərəm. Və bu sadəcə sizin dediyiniz kimi əvvəlcədən məlumat vermək məsələsinə gələndə o qədər informasiyanın bol olduğu bir yerdə, yəni dünyada yaşayırıq ki, mən zənn etmirəm ki, bir həftə əvvəl verdiyim məlumat bu həftə üçün keçərliliyini qoruya bilsin. Mütəmadi olaraq son günə qədər məlumat vermək məcburiyyətində qalıram. Çünki kifayət qədər informasiya bolluğu var və o insan onu xatırlamaya bilir. Bu tam olaraq normaldır. Bugün biz SMS göndərdiyimiz halda, halbuki dünyada artıq SMS trenddən düşməyə başlayıb, amma Azərbaycanda hələ də SMS trenddədir. Və mən düşünürdüm ki, effekti yoxdur, amma baxıram ki, SMS göndərən kimi dərhal konsentrə bizə zənglər gəlməyə başlayır. Amma səhəri gün üçün göndərəndə bugün gəlirlər mağazaya ki, siz bizə SMS göndərmişdiniz. Artıq burada kampaniya mövcuddur. Halbuki sabah üçün keçərlidir. Çünki insanlar onu sabahı unudacaqlar. Yəni bu məsələ də var. Ona görə biraz operativ yanaşmaq məcburiyyətindəyik. Müdaxilə eləməyəsində əlavə eləyim. Burada eyni zamanda düzdür. Yəni mən burada çıxış eləyirəm əslində bir media mənsubu olaraq, həm də belə də yaradıcı sahənin insanı olaraq deyək də. Mən nə ilə razılaşmıram bu işdə? Razılaşmadığım məqam, axı, belə deyək, sadəcə yaradıcı sənaye deyəndə bu nə televiziyadır, bu nə radiodur. Gəlin razılaşaq ki, deyək, hansısa trend olmuş bir mahnıya, əgər kiminsə yanaşması, belə deyək, ona dəstək olması, bu məncə daha böyük auditoriyaya çıxardır. Və ya deyək ki, hansısa bir filmə, hansısa bir, bu günləri beynəlxalq praktikada necədir? Deyək ki, bir futbolistə ömürlük, bu adam 10 ildən sonra futbol oynayacaq və ya oynamayacaq bilinmir. Amma onunla ömürlük müqavilə bağlayırlar. Düzdür? Yəni, bu hansı riski nəzərə alıb deyək, onunla bağlayır. Axı, həmin kult
olmuş futbolist artıq bir trenddir, artıq qəbul olunmuş bir normativdir və şirkətin ona dəstək olması və ya öz adını, öz imicini onun yanına qoyması məncə şirkət üçün böyük bir plusdur. Yəni burada gəliri ölçmək yox, gələcəyə doğru götürəcəyi sizin brendləşməyiniz və ya deyək ki, daha keyfiyyətli ortaya çıxmağınıza kömək eləyir də. Mən belə fikirləşirəm. Razılaşmaya bilərsiniz. Yox, əslində çıxışımın əvvəlində də bildirdim ki, biz bunu yalnızca gəlirlə ölçməməliyik. Artıq gəlir dünyası keçdi, keçmişdə qaldı. Yox, brendləşmə məsələsi var da. Dəyər və brend məsələsi var. Bəli, bu günləri bağ qurmaq məsələsi var. Bu gün belə deyək də, yəni mən brend adı çəkmiş olacağam. Kolanın bəlkə də reklama ehtiyacı yoxdur. Düzdür? Yəni bəlkə də yəni ehtiyac yox. Çünki hər kəs kolanın nə olduğunu bilir, kolanı tanıyır. Amma kolanın hansısa bir layihədə və ya böyük bir maşın markası deyək, hansısa bir filmdə maşının markasının görsənməyi bəlkə də onun böyük bir belə deyim maliyyəyə başa gəlir ona, ola bilər. Amma nəticədə bu film orada qaldıqca, bu mahnı orada qaldıqca, bəlkə sabahları həqiqətən klassik amma sevilən bir mahnıya çevrildikcə bunun yanında həmin şirkətin adının getməsi məncə müsbət bir şeydir. Və bu ölçülməz bir dəyərdir. Nəticədə yəni bu gün bəlkə bir 10 minlərlə pul xərcləmiş ola bilərsiniz, amma uzun müddətinə baxanda Elnur mənim dediyi kimi də, yəni o qlobal strategiyaya baxanda məncə şirkət ancaq gətiri gətirir, yəni xeyir gətirir. Bu təcrübəni yaşamışıq əslində bizdə. Bu yaxın zamanlarda hər kəsin bildiyi Talih Yüzbəyovun bəlkə də filmi ərsəyə gəldi və kinoteatrlarda yayımlanır. Biz də yəni daha əvvəl çalışdığım şirkət də artıq orada sponsor idi və dəstək olduq filmin ərsəyə gəlməsində. Çox da maraqlı bir film alındı. Çox da yaxşı bir product placement, yəni məhsul yerləşdirmə də edildi orada. Çox maraqlı idi. Yəni birbaşa məhsulun özünün reklamı yox, sadəcə yerləşdirmə edildi. Mən buna etiraz etmirəm. Amma burada belə bir məqam var ki, hər kəs bu bağlama ən bəsit misalını gətirim də. Siz dediniz ki, futbolçuya yatırım edirlər və onu ömürlük bağlayırlar. Yəni bir loqosunu onun yanına qoymaq deməkdir. Bizdə məsəl üçün ölkədə çox, yəni balaca bir ölkədə yaşayırıq və kifayət qədər tanınmış, yəni hər kəsin tanıdığı simalara baxsaq, son 3 ildə 10 dənə marka ilə işləyiblər. Yəni o insanları görəndə hansı markaya xitab etdiyi, hansı markanın siması olduğunu mən xatırlaya bilmirəm. Bugün buradadır, 3 gün sonra başqa bir markanın siması olaraq görürük. Yəni nəinki burada, ya ona görə şirkətlər güvənə bilmirlər. Yəni 1 illik və yaxud da ömürlük müqavilə bağlamaq məsələsi deyil. Gəlin etiraf eləyək ki, bugün radioda bir müğənnimizin bir bankın mahnısını oxuduğu, yəni bir bank olaraq mahnısını oxuduğunu görürük. Amma eyni zamanda da sosial mediada onun başqa bir bankda reklamı yayımlanır. Yəni bu nə qədər doğru olur? Şirkətin strategiyasına uyğun gəlir. Əlbəttə ki, bu şirkətin də ona görə biraz ehtiyatla yanaşır. Yəni ona görə deməyə çalışıram ki, ehtiyatdadılar. Yəni yaradıcı sənaye ilə biraz şirkətlər, bizneslər biraz ehtiyatlı və güvənsiz. Bəs niyə Şəbnəm xanım, üzr istəyirəm, niyə müqavilə bağlayıb hüquqi müstəvidə həll olunmur bu məsələ? Müqavilə bağlanır, amma qısa müddətli bağlanır. Ömürlük bizdə olmur ona görə. Məsələn, 1 ildən sonra mənim praktikam yoxdur. Bəli, yox, 1 ildən sonra müqavilə bitir və həmin insan da özünün məsəl üçün etik bir davranış var da, yəni bir səhnə davranışı və yaxud da səhnədə və yaxud da insanlar qarşısına çıxışı var. 1 il sonra fasilə vermir, deyir əgər bitibsə mən növbəti markaya keçə bilərəm. Yox, burada qısıtlama məsələsi var. Amma var, fakt indi var. Bir də Şəbnəm xanım sözünüzə qurban, biz bir il bundan qabaq bir araşdırma aparmışdıq. İstəyirsiniz mikrofonu hamı eşitsin. Biz bir il bundan qabaq bir araşdırma aparmışdıq. Mən sizə deyim ki, ölkə çapında antipatik olmayan məşhur sima da çox azdır. Bəli, %100 hamıya simpatik olan, mən bir əlimin barmağıyla sayaram insanların sayını. Əksəriyyəti bəlli bir qrup insanlara çox antipatik gəlirlər. Razıyam. %100 simpatik çox azdır. Yəni çox azdır və onlar da artıq bir brendə bağlıdırlar. Bəli, hər yerdədirlər, hər şeyi reklam edirlər. Ona görə bizdə o mövzu çox problemlidir. Bəli. O da işləmən. Hə, su. Burada söndürmək lazımdır. Onları söndürmək lazımdır ki, işləsin. Tamam, təşəkkür edirəm. Təşəkkür edirəm. Belə brendlərlə bağlı artıq məsələ çıxmışdı ortaya. Azərbaycanda brendlər, yaradıcı məzmun yaratmağa nə qədər önəm verir və yaxud verməlidir?
real nümunələr varmı? Yəni hansılar ki, siz indi bizə təqdim edə bilərsiniz ki, bu real nümunə kimi? Hə, real nümunə. Mənə elə gəlir ki, istənilən brend yaradıcı kontent yaratmaq istəyirsənmi deyəndə yox deyən brend yəqin ki, yoxdur. Hamısı yaratmaq istəyir. Amma burada məsələ bir metaforik deyim də mən bu məsələn üzr istəyirəm şəxsi münasibətlərdəki o göydən ulduz tutacağam sənin üçün nə bilim belə eləyəcəm bütün planlarımızı danışır. Yəni hər bir-birinin özünün planlarını danışır. Hər şey idillikdir, hər şey romantikdir, amma məsələ gəlib real layihələrə çıxanda biraz məişət məsələlərə əmələ gəlir. Yəni konkret layihənin problemləri ortalığa çıxır və burada başlayır artıq reklam agentliyi ilə müştərinin konkret layihədə hətta münaqişəyə qədər gəlib çıxan məqamlar da olur. Burada həlli yolunu valla mən bilmirəm. Yəni həlli yolu müxtəlifdir. Bir çox amillər var. Müştərinin də yəni mən müştəri tərəfdən də baxıram. Müştərinin də seçim ixtiyarı var əlbəttə ki, Şəbnəm xanım dediyi kimi etimadsızlıq, etibarsızlıq və güvən məsələsi var. Bu güvən məsələsini məsələn bizim praktikada, bizim Max Media şirkətinin praktikasında normal şəkildə, optimal şəkildə həll edən müştərilər də var. Yəni ilkin dəyərləndirmə mərhələsində, büdcə mərhələsində bizdən kreativ nümunələr istəyib, kreativi də dəyərləndirən müştərilər də var. Biz ondan okeyik artıq. İllahımdakı bu son illər okey əlbəttə ki, əvvəlki illər olsaydı deyərdik, hə, biz eləmirik. Amma indi seçim də sərtləşib, tenderlər də sərtləşib. Ona görə reklam agentliyi də öz davranışlarında korrektlər eləmək məcburiyyətindədir. Başqa bir amil, məsələn, zövq amilidir, subyektiv amildir. Burada müştəri ilə agentlik arasında dissonanslar olur. Eyni zamanda eyni dalğada fəaliyyət göstərmələri, eyni dalğada düşünmələri, kreativi eyni dalğada dəyərləndirmələri faktlar da var. Amma o nə dərəcədə real nəticələr verir ya vermir, o da bir ayrı bir dəyərləndirmənin mövzusudur. Çünki məsələn bu yaxınlarda iri banklardan biri yadıma düşür nümunə deyirsiniz. Depozitlərlə bağlı reklam çarığı çəkmişdi. Çox texniki baxımdan çox resurs aparan bir şeydi. Həm texniki, həm də büdcə baxımından. Amma çarxın mövzusu, yəni mən o filmə baxmışam deyirəm. Yəni burada oturanların da bir çox səsi baxıb. Yəni Indiana Jones'la bağlı idi. Mən ad çəkməyəcəm əlbəttə ki. Amma Azərbaycanda bugün depozit yerləşdirmək istəyən insanların nə qədəri Indiana Jones'u tanıyır? Yəni bu kontent məsələsidir də, yəni bu kulturoloji məsələdir. Əgər müştəri ilə agentlik cool, ingilis dilli insanlardırsa, okey, sənin auditoriyan o deyil. Bir çox hallarda o deyil. Sən insanlara adi qazlı su satmalısan. Sən insanlar kimi danışmalısan, insanlar kimi düşünməlisən, yəni auditoriyan kimi. İbrahim müəllim tamamilə doğru qeyd elədi. Biz auditoriyanı tanıyan müştəridir. Daha çox müştəridir. Daha çox müştərinin marketinq mütəxəssisləri olmalıdır. Bu da bir fərqdir. Digər bir fərq də var əlbəttə ki, bu günlər kreativ sahədə də böhran yaşanır. Yəni bir işə götürən kimi mən danışa bilərəm. Bugün qrafik dizayner, bugün copywriter tapmaq da problemdir. Var, istedadlı gənclər, mən uşaqlar deyəcəkdim, elə uşaqlar deyim. İstedadlı uşaqlar var, əlbəttə ki var. Amma əksər kütlə, Şəbnəm xanım dediyi kimi, məsələn, digitallaşma xəstəliyi var da, o kadrlarda özünü bürüzə verir. Bilmirəm, hiss eləmişsiniz yoxsa yox. Məsələn, adam gəlir, deyir ki, mən copywriteram. Sən demə, copywriter deyəndə bu nəyi nəzərdə tutur? Bu post yazır. Nə? SMM, hə. SMM təmiz başqa şeydir, amma bizdə SMM nə deyirlər? Post yazmaq. Postların əksəriyyəti belədir. Sənin də gənclikdə evin olsun. Aydın mı? Yəni, budur da, bu problem var.
Açırsan postları, məsələn, bu postu sən eləmsən, hə, bu müştərini sən aparırsan. Bilirsiniz, Emin müəllim, bir copywriter hərdən 14-15 müştəri aparır. Tamam, ben onu Konveyerlə sistemi. Aydın. Yaradıcı komanda ilə şirkət arasında uğurlu əməkdaşlıq üçün nələr lazımdır? Bax, bu da mənə gəlir ki, bunu da cavablandırırsınız, gözəl olur. Nə vacibdir? Yusif Stalin demişkən kadrlar. Yenə də gəlib... Hə, kadr. İlk növbədə kadr məsələsi, təhsil məsələsi, peşə səviyyəsi məsələsi, həm o tərəfdən, həm bu tərəfdən peşə səviyyəsi məsələsi. Məsələlərə dərindən yiyələnmək, müştəri öz məhsulunu çox yüksək səviyyədə bilməlidir. Dizaynerlər öz peşəsini və copywriterlər öz peşəsini yüksək səviyyədə bilməlidir. Bir şey başa düşməliyik ki, məsələn, mən reklam haqqında danışa bilərəm, başqa heç nə. Reklamda yaradıcı sənaye odur ki, o demək deyil ki, sən cool mesaj fikirləşdin, hə, orada qafiyə üst-üstə düşdü. Yox, okey, yəni, elə ola bilər ki, heç söz də olmasın reklamda. Yəni, bir post, məsələn, Volkswagen brendinin məşhur bir intonasiyası vardı. Onlar həmişə yumora çox böyük üstünlük verirlər. Orada hərdən siz açsaz, məsələn, beynəlxalq ödülləri qazanmış işlərə baxsaq, art directorla copywriter eyni adamdır. Yəni, bir çox hallarda elə olur. Yəni, bu müəlliflik işi olur da. Amma bir şey də nəzərə almaq. Festival işi qazanmaq o demək deyil ki, sənin reklamın satan reklamdır. O təmiz başqa şeydir biraz. Orada artıq sırf yaradıcılıq dəyərləndirilir. Ola bilər ki, məsələn, Procter & Gamble'ın reklamı var idi, Head & Shoulders'ın reklamı idi. Maşın içərdən, salondan çəkilib, ön şüşəsi, çox belə narın qar yağır. 3-4 saniyədən sonra, mən xatırlayırsınız yəqin ki, 3-4 saniyədən sonra dvornik deyirik də biz. Onlar belə açılır, bağlanır, qarı götürür. Bu Head & Shoulders'ın reklamı idi. Yəni, büdcəsi nə bilim, bəlkə $500, bəlkə $300. Amma mənim, məsələn, o yadımda qalıb. Yəni, kreativ tərəfdən yadımda qalıb. İndi kollegalarımız danışdı. Bu işdə, bizim işdə, yəni reklam işində 2 istiqamət vardı. Biri kreativdir, biri media buyingdir. Yəni, media çəkilərdir. Əgər səndə media çəkilərə xərcləməyə milyonlarla pulun yoxdursa, kreativi heç olmasa güclü eləyib, o media büdcəsini bir balaca kompensasiya eləməlisən. Yəni, media büdcəsinin çatışmazlığını. Amma media büdcən sənin yuxarıdırsa, sənin kreativin bir sinə səviyyədə ola bilər. Çantadan pervol çıxarda bilərsən ki, məsələn, o pervolla yuyulub. Yəni, adam tamaşada çantasından pervol çıxardır. Heç kimdə sual yaranmır da, yəni normaldır. O media ilə onu təlqin eləyir. Nə lazımdır dedikdə, məncə, bax, bu kadrlar, təhsil səviyyəsi, peşəkarlıq səviyyə və auditoriya yaxınlıq, auditoriyanı bilmə. Mən bir balaca, bir dənə əlavə eləyərdim. Səmimilik lazımdır. Həm kreativ tərəfdən olan komandanın səmimi olmağı şirkətlə, həm şirkət rəhbərliyinin, heyətinin onun üçün və anlamağı ki, biz ona kələk gəlməyə gəlməmişik, biz onun vasitəsilə pul qazanmağa gəlməmişik. Çox adam elə baxır. Siz gəlibsiz mənim pulumu qazanmağa, mənim pulumu aparmağa. Biz bir komandayıq və biz səmimi olmalıyıq, bir-birimizi aldatmalı deyilik. Nə biz vəd eləməli deyilik ki, qardaş, sən təki bu reklamı çəkim, təki mənim bu fikrimi qəbul eləsin, bağ belə, bostan belə, biz də belə danışmalı deyilik. Amma şirkət də deməli deyil ki, yəni, mən sizə hər cür şəraiti yaradıram və nəticədə, yox, mənim o qədər büdcəm yoxdur, yox, mən boşuna işlədiyim. Yəni, səmimilik, səmimi olmaq lazım. Valla, səmimiyyət hər şeyi döyür. Normal, onda elə növbət sualı da sizə verim. Yeni nəsil yaradıcılar üçün hansı imkanlar mövcuddur? Yəni, məsələn də, kontent istehsalçıları, dizaynerlər, musiqiçilər və s. Əslində, mən biraz o köhnə qvardiyanın təmsilçisi olaraq, mən bu son illərdə baş verən texnoloji prosesləri çox da bəyənmirdim və biraz belə caynaqlarımı çıxardıb qəbul edirdim, qarşılayırdım hər bir yeniliyi. Amma sonra başa düşdüm ki, bu son illərdə bu texnoloji inkişaf son nəsil yaradıcı insanlar üçün ən böyük gətirdiyi üstünlük
düzdür, ən böyük problemlərdir deyəcəm. Amma ən böyük üstünlük zamandır. Zaman udurlar. Hər mərhələdə zaman udurlar. Biz zamanında, məsələn, kreativlə məşğul olan insanlar, mən bu işlə məşğul olacağam deyəndə özlərinə birinci divarlar aşıb keçməli idilər. Yəni, divarları aşırdıb keçməli idilər öz məqsədinə çatmaq üçün də. Kiməsə, birincisi nəsə yaratmalı idi, amma fikir olaraq, sonra kiminsə tapmalı idi, kiməsə izah eləməli idi ki, bu maraqlıdır, sonra kiməsə bunu təqdim eləməli idi, sonra oturub cavab gözləməli idilər. İndi biraz o texnoloji tərəfdən inkişaf imkan verir ki, bu dəqiqə faktiki olaraq sən bir dənə telefonunla həm mətnini də yaza bilərsən, ideyanı da fikirləşə bilərsən. Bu dəqiqə bizdə şeylər var, o qədər süni intellekt, Midjourney var, ChatGPT var, DeepSeek təzəlikcə biz test elədik, çox mükəmməl işləyən bir şeydir, platformadır. Yəni, texnoloji bir çox şeylərdən bu dəqiqə insanlar azaddılar. Yəni, biz zamanında müştəriyə nəyisə göstərmək üçün, test olaraq göstərmək üçün, bir referens göstərmək üçün, sənin mütəxəssisin olmalı idi ki, Photoshopda nəsə yıxsın, sənin mütəxəssisin olmalı idi ki, nəsə bir musiqi parçası yıxsın, hansı ruhda və şəraitin olmalı idi, studiyaların olmalı idi. Bir mütəxəssis lazım idi ki, nəsə çəksin, kimsə montaj eləsin ki, sən gedib nəsə bir referens göstərəsən və buna bəzən həftələr gedirdi, bir də resurslar gedirdi, pullar xərclənirdi. Bu dəqiqə bu bir gün içində hamısı həll olunur. Bu texnoloji tərəfi superdir, əladır. İkincisi, indiki dövrdə yaradıcı insanların prodüseri var, sosial şəbəkələr simasında da. Yəni, biz o vaxt necə tanınırdıq, öz aramızda bir-birimizi tanıyırdıq, bir də qlobal tanınmaq çox çətin idi. Amma indi sosial şəbəkələr var. Sən indi bugün nəsə bir iş qoyub, nəsə bir iş görüb, onu elementar YouTube-da qoya bilərsən və yaxud Instagramda, TikTokda, Facebookda fərqi yoxdur, sosial şəbəkələrdə və səhərsi gün çox məşhur birisi oyana bilərsən də, əgər doğrudan maraqlı nəsə bir iş görübsənsə, əgər bəyənilibsə. Bu dəqiqə məsafələr silinib o sarıdan, qloballaşma gedir. Bu dəqiqə Gəncədə kimsə oturub bir musiqi parçası fikirləşib, onu paylaşıb və Braziliyada kimsə onu bəyənə bilər, başa düşürsünüz. Belə bir Braziliyada o partlada bilər. Sonra bu dəqiqə kollaborasiyalar eləmək olar. Biz yadımdadır, zamanında Azərbaycanda ilk 3D filmi çəkirdik ki, kinoteatrda eynəklə baxırdı və həqiqi 3D filmdir. Final yağlarının qutusu dəyişməsi. O filmin grafikasını yığanda biz o zaman o kollaborasiyanı yaratmaq çox çətin idi. Çünki bizdə Samir Fərzəlibəyov bizdə Bakıda oturmuşdu və o bizim elə bil ki, supervisorımız idi. Amma bizə lazım olan mütəxəssislər, cürbəcür qrafik mütəxəssislər, onlar hərəsi dünyanın bir yerində idi. Maillə falan tapana, axtarana, New Yorkda kimisə tapmışıq ki, get orada tap, belə bir grafist olmalıdır, onun kontaktını tap bizə. Bu dəqiqə bu hamısı ani olaraq həll olunur da. Girdin, yazışdın, bir qrup yarattın, kollaborasiyada işləməyə başladın. Və sadəcə olaraq mənim sevmədiyim, bu prosesin içində sevmədiyim bir şey nədir? Bu qloballaşmanın içində biz simamızı itirməli deyilik. Yəni, bu dəqiqə bir çox şirkətlər çox əl atır süni intellektdə, jingle yazırlar süni intellektlə, nə bilim, bir reklam ideyaları, mətin. Bayaq Zaur bəy çox gözəl şeylədi, Indiana Jones məsələsi doğrudan komik bir hadisədir də və yaxud biz Azərbaycanlıyıq, biz Azərbaycanda yaşayırıq, bizim əslində dayandığımız köklərimiz çox zəngindir və artıq dünyada o dövr gedibdir ki, yerli gülməli idi, yerli qeyri-ciddi idi, yerli biraz bir şey deyirdik də, kəndavoy deyirdik də belə. Bu dəqiqə o gedib dünya çapında. Bu dəqiqə bəlkə zamanında İngilis dilində hər hansısa bir aksentlə danışmaq qəbahət idisə, bugün mən o gün baxıram Macarıstanın baş naziri İngiliscə qəsdlə əzə-əzə elə danışır ki, o fəxr eləyir ki, mən Macar İngiliscə belə danışır və mən bundan fəxr eləyirəm. Ya, biz Azərbaycanlı olaraq bir işlərimizdə müəyyən, yəni bir jingle'dır, bir böyük şirkət üçün jingle hazırlanırsa, süni intellekt sənə nə dərəcədə bizim o mental özəlliklərimizi, bizim musiqimiz, bizim zənginliyimiz, bizim o kökümüz, bizim alətlərimiz onu nə dərəcədə verə bilər? Və yaxud sən copywritingi tapşırırsansa, hansısa bir süni intellektdə ərazini eləyirsənsə, göstərirsənsə, bu yaxınlarda mən bir nümunə ilə rastlaşdım. Bir şirkətə təqdimat hazırlayırdılar ChatGPT vasitəsilə və orada epiqraf kimi
hansısa bir erməni müəllifin, ChatGPT erməni müəllifin sözünü qoymuşdu və adamlar o cürdə təqdim eləmək istəyirdilər. Çünki onun da adı, elə bir qəribə adı idi ki, erməni olduğu da bilinmirdi. Amma dedim, sadəcə bu insan kimdir, bir maraqlanıbsınız, bu kimin epiqrafını gəlib qoyub Azərbaycanda. Məlum oldu ki, Ermənistanda yaşamayan, amma ermənidir. Yəni, bu süni intellektin biraz o tərəfləri var. Bir də mənim üçün kreativdə, mənim üçün yaradıcılıqda insaniyyət çox önəmlidir. Bax, siz özünüz rəssam olun. Səhv eləyin, düz eləyin, öyrənin, öz şəxsi təcrübəniz toplansın. Amma unutmayın ki, rəssam sizsiz. Nə ChatGPT, nə Midjourney, nə digər platformalar, onlar rəssam deyil. Onlar sizin əlinizdə bir fırçadır, onlar bir vasitədir. Onlardan düzgün, səmərəli istifadə edin, zamanınıza qalib gəlin, zamanı udun. Bu dəqiqə dünyamız elə sürətlənir ki, hər dəqiqəmiz, ya mənim üçün gün necə keçir, 10 il bundan qabaq gün mənim üçün bəlkə də 2 qat daha uzun idi. Bu dəqiqə uçur mənim üçün o gün. Ona görə biraz çalışın ki, bunlar hamısı vasitə olsun, amma işin kökündə sizin öz ürəyiniz olsun, sizin öz daxiliniz olsun. Daxilinizdə olan dünyanı hər bir işə çalışın, yansıdasınız da. Təşəkkür edirəm. Şəbnəm xanım, sualım sizə olacaq. Azərbaycanda yaradıcı sahələr investisiya qoyuluşunu necə artırmaq olar? İnvestisiya qoyuluşunu necə artırmaq olar? Birinci xərc olaraq yanaşmadan çıxsaq, əlavə dəyər kimi, yaratmaq kimi düşünsək, əlbəttə ki, bu daha effektli olar. Bir də vurulamaq istədiyim məqamlardan biri də o da ki, qarşılıqlı qazanc, yəni qazanc maddi olaraq nəzərdə tutmuram da, qarşılıqlı qazanc olmalıdır. Şirkətin oradan qazandığı brend dəyərini gücləndirməklə eyni şəkildə o digər layihənin özünün də gücü ortaya çıxmış olur və burada təqdimat da çox önəmlidir. Mən də istəyirəm bir təcrübə üzərindən misal gətirim. Marketinq mütəxəssisləri bilirlər ki, onların nömrələri şəhərin hər yerində gəzir və hamıya yönləndirirlər ki, bütün təkliflər göndərilir də sponsorluqlarla bağlı. Bilmirəm, mən son artıq demək olar 10 ildir televiziyada çalışmıram, amma əvvəl yox idi belə bir şey. Əvvəl bir şirkətin, televiziyanın özünün reklam şöbəsi var idi və onlar sponsor kimi göndərirdi digər təklifləri. İndi televiziyanın əməkdaşı olmayanlar sadəcə komissiya xətrinə başlayırlar layihələri götürməyə və başlayırlar qapı-qapı, necə deyirlər, qapı-qapı düşməyə, bütün ancaq dayanmadan təklifləri göndərirlər. Belə bir təkliflərdən biri də bizə gəldi, mənə gəldi və mən açdım, baxdım, dayanmadan da yazır ki, çox möhtəşəm təklifim var, super təklifim var, siz bölgələrdə varsınız, da Aynur xanımın sözünə görə partladacaqsınız da, yəni o tərəfi yoxdur. Açmışam baxmağa, okey, tanıtım da çəkiblər, teaser artıq hazırdır və baxan kimi orada bir aksesuar istifadə olunur. Verilişin adı da o aksesuarla bağlıdır və həmin o aksesuarın rəngi qırmızıdır. Mən də çalışıram elə bir şirkətdə ki, o rəng hər yerdə hamı bilir ki, yaşıldır. Və bunu mənə təklif kimi göndərib, mən təbii ki, heç bir şey bildirmədən dedim ki, çox sağ olun, amma biz bu layihəyə sponsor ola bilmərik. Niyə? Dedim ki, çünki ən bəsit birinci cavab odur ki, rəng olaraq bu. Dedim, problem deyil, biz onu dəyişdirərik, heç bir şey yoxdur. Yəni, bu qədər rahat bir şəkildə. Əgər biz bir şirkətə onun dəyərlərini hesablayıb, onun dəyərlərini araşdırıb, şirkətin auditoriyasını araşdırıb, o layihəni ona uyğun təqdim etməyəcəksə, sadəcə olaraq burada da yenə də həmin əməkdaş qazancı olaraq düşünəcəksə, əlbəttə ki, heç bir halda investor qoymaqdan söhbət gedə bilməz. Yəni, biz investor niyə qoyuruq və invest niyə edirik? Hansı yatırım edirik layihəyə? Hansı ki, oradan biz də qazancılı çıxacaq? Hansı ki, biz də həmin auditoriya ilə bir bağ yaratmış olacaq, bir dəyər yaratmış olacaq və bir yerə, bir nöqtəyə vurmuş olacaq. Bugün bu təqdimat bacarığının olmaması da, şirkətlərə xüsusi yanaşılmaması da çox ağrılı məqamlardan biridir. Mən bir əlavə də eləmək istəyirəm. Həqiqətən Şəbnəm xanımın sözünə qüvvət, belə bir məqam var ki, o qədər ki, eyni məsələləri, eyni təklifi bir neçə yerdən alırlar və s. Belə bir şeylər olunca artıq güvən də bir balaca itir və şirkətlər artıq seçim çoxluğu arasında qalıb heç birini seçməməyi də seçə bilirlər bəzən. Belə keyslərdən biri də
bizim başımıza gəlib ki, deməli biz bir klip üzərindən bir təklif var idi. Klip şərq üslubunda, tamamilə həmin o aid olunan markaya uyğun idi və biz sadəcə olaraq bunun brifini hazırladıq, nümunəsini hazırladıq, hər şeyi detallı yazdıq və həmin şirkətə sadəcə olaraq göstərmək istəyirik və orada da maddi heç bir şey qeyd olunmamışdı ki, biz bunu ödənişli eləmək istəyirik. Sadəcə konsept çox uyğun idi və biz düşündük ki, bu markaya yaraşar, bununla bağlı görüşüb söhbət eləmək istəyirik sadəcə. Nəsə elə oldu ki, biz həmin şirkətlə danışdıq, əlaqəyə keçdik, təklifimizi göndərdik. Bir balaca elə soyuqluq yaranıb ki, şirkət sadəcə belədir ki, bəs onlar baxım təklifə, göndərdiyi hər şey əla, 3-4 dəfə də görüşlə bağlı müraciət olub. Sonra təkrar qayıtdı ki, bəs bunun qiyməti nə olacaq? Deyirəm, büdcə bu da ola bilər, bu da ola bilər, detallı danışmaq lazımdır. Şirkət sadəcə belə ki, yox, bizim üçün nəzərdə tutulmuyub. Biz artıq bir balaca belə kənarda qaldıq ki, okey, nəzərdə tutulmaya bilər, bu normaldır. Amma bunun klipi, belə deyək, musiqinin sözləri yazılıb, mahnı sizə göndərilib, QR kodla hər şey var, fotolarla hər şey var və siz 3 saniyə ərzində istəsəniz belə qərar verməzsiniz ki, siz bunu çək eləyəsiniz də. Bu sadəcə olaraq şirkəti də günahlandırmıram. Bir balaca o həmin arada bir balaca biz ona makler deyirik də. Maklerlik eləyənlərin işi o yerə gətirib çıxardıb ki, bir yanaşma verəndə avtomatik olaraq şirkətlər belə 100 yanaşmadan biri olaraq baxır və sadəcə olaraq üz qapağını açıb kənara qoya bilirlər və burada bəzən o üz qapağını açıb kənara qoyduqları məhsul illərin əziyyəti ola bilir. Və bu baxımdan düşünürəm ki, şirkətlər investisiya qoymaq cəhətdən də bir balaca daha dəqiq araşdırsa, təklifin gəlməyi və s. bu belə deyək də seçimlər məsələsində daha faydalı olar və daha real təkliflər üzərindən işbirliyi eləyə bilərlər. Təşəkkür edirəm. Buyurun. Əkbər bəyin sözünə qüvvət. Əslində elə şirkətlər də trendləri izləyir. Trendləri izlədiyinə görə elə çox vaxt elə olur ki, şirkətlər özləri müraciət edə bilirlər ki, biz bu layihəyə dəstək olmaq istəyirik. Bu kimi hallar da olub. Yəni hər kəs əminəm ki, öz təcrübəsində yaşayıb bunu. Tamam. Sizin sualınız mənə gəldi ki, biraz daha yaradıcı industriyanın ümumiyyətcə investisiyalarla bağlı idi. Mən Şəbnəm xanımla razıyam. Əlbəttə ki, söhbət İlk növbədə merkantil maraqlardan getməli deyil ki, məsələn, o investisiya deyil də bu. Çünki uzun müddətli səbr tələb eləyir. Yəni, okey, adam bugün $100 qoyursa, o demək deyil ki, sabah, gələn həftənin 4-cü günü artıq dizayner Cannes festivalında iştirak eləməlidir. Burada söhbət ondan gedə bilər ki, məsələn, ən azından müştərilər in-house komandalarını, hansı ki, məsələn, mən reklam agentliyi olaraq onların bu in-house virusuna yoluxmalarına qarşıyam, yəni açıq da. Çünki in-house yaxşı şey deyil. Neysə, yəni şirkət daxilində, bank daxilində, telekom operator daxilində komandalar var bu günləri, onlarla işləyirlər. Özləri bilər əlbəttə ki, amma ki o normal effektivlik verən şey deyil. Neysə, ən azından o komandaların üzvlərini, o copywriterləri, o dizaynerləri xaricdə təhsil almağa yönləndirmək. Bax, bu investisiya budur. Şəxsən mənim indi başa düşdüyüm, bax, indi bu arada, bu iki daşın arasında başa düşdüyüm budur. Çünki başqa investisiya nə ola bilər ki, yaradıcı sahəyə bugünkü kapitalizm, yəni vəhşi kapitalizm dövründə kim axı investisiya eləyər? Bugün insanların, yəni kitab çap eləməklə bağlı problem var, yazıçıların, şairlərin problemi var, rəssamların problemi var. İnvestisiya, o sahəyə investisiya biraz, adam deyir ki, mən buradan nə əldə edəcəm. Amma eyni zamanda sponsorlar var ki, əlbəttə ki, bu günlər filmlər çəkilir və s. və ilaxır. Amma bir çox hallarda o Azər Aydəmirin çəkildiyi bir o zat var, yağ, o halı yaşayırıq yəni. Adam deyir, mən pul verirəm, mən istəyirəm belə çəkəsəm, qutardı getdi. Amma digər tərəfdən, bəli, yağla bağlı. Digər tərəfdən, əlbəttə, normal, peşəkar, belə deyək də, biraz gəlişmiş biznesmen, ən azından dediyim kimi, o in-house komandasında olan şəxsləri, o əməkdaşları təhsilini artıra bilər, peşəkarlığını artıra bilər. Çünki yekunda
kreativ industriyada axıcılıq çox böyükdür də. Yəni bu gün hamı bilir. Yəni tək bizdə bu deyil bu problem. Yəqin Avropa, Amerikada da belədir. Yəni bu gün sən əgər X bankında işləyirsənsə, sabah keçəsən hansı agentlikdə kreativ direktor olasın. Dediyim odur ki, yekunda həmin adamlar, investisiya qoyulmuş insanlar, peşəkarlar yenə də bu industriyaya qalacaq. Teşekkür ederim. Teşekkür ederim. İbrahim Bey, rəqəmsal trendlər, məsələn, süni intellekti, qısa videolarda yaradıcı sənayeyə necə təsir verə bilər? Əslində yaxşı sualdır, Emin müəllim. Bu sualın da qismən bir hissəsini Elnur müəllim cavablandırdı. Mən belə deyərdim, bizim bugünkü tədbirimizin diqqətimi çəkən və bəyəndiyim şey konseptidir, yəni neoklasika. Neoklasika nədir? Yəni yenidən baxışda, klassik bir şeyə yenidən baxış. Bu dediyimiz süni intellektdir, bugünkü trendlərdir, deyək TikTokdur, Instagramdır, başqa platformalar da var da, Metaverse var, nə bilim, OpenSea var və s. Bunlar hamısı bugünkü yaradıcı insanlara, nəinki yaradıcı insanlara, istehsalçıların hər növünə, yəni hər kəsə böyük imkanlar verir. Bu imkanlar nədir? Birincisi, Elnur müəllim çox gözəl, yəni vurğuladı o işi. Biz vaxtı ilə bu işi deyək ki, bir aya həll eləyib ortaya çıxardıb nəticə əldə eləyə bilirdiksə, bu gün onu bir saata həll eləyə bilirik. Yəni istəyir bunun ssenarisinin yazılmasından tutmuş, istəyir bunun 3D versiyasına, teaserini hazırlanmasından tutmuş, hamısını hazırlaya bilirik, çox rahat. Bu bəzən, hətta belə deyək, bugün sərhəd məsələsini də ortadan qaldırıb. Yəni, bu günləri təkcə Azərbaycan auditoriyasına yox, eyni zamanda bütün dünya auditoriyasına çıxartmaq fürsəti verir. Yəni, bu resursları, bugünkü o yeni resurslar deyək də, AI-dir, süni intellekti və s. Bunlar yaradıcı insanlara çox böyük imkanlar yaradır. Yəni, burada vacib olan şərt nədir? Yaradıcı insanlar və belə hesab edirəm ki, mənim sizin dediyinizə görə deyəcəm, belə hesab edirəm ki, bugün problemimiz nədir? Biz yetərincə bəlkə də savadlanmırıq, hər iki tərəfdən amma. Təkcə yaradıcı insan yox, qarşı tərəfdə. Deyək, biz yetərincə innovativ olsaq, bütün resurslardan istifadə edə bilərik. Bütün resurslardan istifadə elədiyimiz halda bizim bazarımız genişlənmiş olur. Çünki özümüzə artıq yeni bir bazar forması açırıq, yeni bir əraziyə çıxırıq. Bugün, Elnur müəllim dediyi kimi, bugün ola bilər, bu yaxınlarda mənim qarşıma çıxmışdı, səhv eləmirəmsə, kimsə rəqs eləmişdi, amma həmin rəqs, deyək ki, Lady Gaga bəyənmişdi. Yəni, burada Bakıda olan bir hadisəni, orada Lady Gaga'nın reaksiyası. Bu ona nə qazandırır? Bu ona qazandırır, baxış sayını artırır, xaricdən gələn deyək ki, həmin kontentə gətirir və s. Yəni, bugünkü yaradıcı sənaye bu resurslardan layiqincə istifadə eləməyə bacarsa, hesab edirəm ki, bu qədər məhdud belə deyək də, resurslardan qurtulmuş olur. Yəni, ərazi, vaxt, maliyyə, bunların hamısından qurtulmuş olur. Amma təbii ki, bunun plusları da var, minusları da var. Minusları da odur ki, nəticədə bu süni intellektdir. Yəni, bunun içində o ruhu olmaya bilər. Və bəzən olur, hansısa bir səhv bir hərəkət, səhv bir ştrixt trendə çevrilir və səni çox yüksəyə götürür. Ola bilər ki, həmin süni intellektdə bu artıq olmasın. Çünki süni intellektin ruhu yoxdur. Mental dəyəri yoxdur. Mənəvi dəyəri yoxdur. Yəni, bunun hamısını artıq sən özün kodlaşdırmalısan, ona verməlisən. Onu süni intellektləri deyək ki, bu bütün platformaların hamısını nəticədə insan özü istifadə eləməli. Bugün ola bilər bəzi deyək ki, qorxu var insanların içində. Məsəl üçün, şəxsən mən sahəmdə olduğu kimi belə deyək, dublyaj eləyirik. Artıq proqramlar var ki, dublyajla deyək birbaşa, yəni artıq aktyor axtarmağa ehtiyac yoxdur, belə deyək. Süni intellekt bunu artıq özü eləyir. Çox rahatlıqla, hər halda yəqin ki, Azərbaycan filmi qısa-qısa hər kəsin qabağına da çıxıb. Bu nəyə gətirir? Bəli, sürət var, bəli, hər şey var, amma həmin videolara baxanda görürsən ki, həmin ruh yoxdur. Yəni, bizim mental dəyərimiz onun içində yoxdur. Bizim istəyimiz, arzumuz, yaşantımız, ruhumuz yoxdur yəni onun içində. Bu böyük minusdur. Yəni. Mənə görə süni intellektlərə
süni intellekt demək, yəni bu tipli platformalara inteqrasiya eləmək lazımdır, amma məhdud eləmək lazımdır. Çünki bəzi şeylər də artıq ortadan qalxır. Bunun sabah hüquqi problemləri də ortadan qalxır. Copyright problemi çıxır. Yəni deyək ki, sən oradan verdin, amma nəyin əsasında verdin? Bunun başqa tərəfləri də var. Yəni məncə hələ ki bu platformaya tam yönəlmək düz deyil. Bu mənim şəxsi fikrimdir. Çünki tam oturmalıdır hamısı. Tamam, təşəkkür edirəm. Əkbər bəy, kreativ sahədə çalışanlar üçün sponsor və ya partnyor tapmaq üçün nə tövsiyə edirsiniz? Təşəkkür edirəm. Mən belə deyərdim, ümumiyyətlə birinci növbədə biz görək ki, yaradıcılıq nədir? Yəni, yaradıcılıq bir fikri, bir mesajı normal da yönləndirə bilərik, amma fərqli yönləndirməkdir ki, bu halda olur o yaradıcı, belə deyək də, kontent. Və yaradıcı kontentlə sponsor cəlb eləyənlərə nələr tövsiyə eləmək istəyərdim? Birinci növbədə sponsorlara tövsiyə eləmək istəyərdim ki, yaradıcı tərəfdən həmin o kontentin sorğusu və s. bu istiqamətlərdə bir neçə yerdən təklif alınsın, amma həmin təkliflər, yəni bu yaradıcılıq riyaziyyat deyil də, iki yaxşı fikir birləşdirəndə daha yaxşı fikir ortaya çıxmır. Sadəcə olaraq belə deyək də, bir neçə yerdən məlumat alıb, hansının daha uyğun olduğunu seçim eləyərək belə davam eləsələr daha faydalı olar deyə düşünürəm. Yaradıcı kontentlə sponsor cəlb eləmək istəyənlərə isə nə tövsiyə eləyərəm? Birinci növbədə keyfiyyətə fokuslansalar daha yaxşı olar və başa düşməlidirlər ki, biraz empatiya da qurmalıdırlar ki, qarşı tərəfdəki şirkətə nə lazımdır? O, məhsulunu satmaq istəyirsə, kimə satmaq istəyir? Bu, reklamı verməkdə onun məqsədi nədir və s. Bu detalları araşdırıb və bunu hazırlayarkən, məhsulu hazırlayarkən onun alıcı auditoriyasına daha çox fokuslanmağa diqqət yetirməlidir. Nəinki həmin o işbirliyindən daha çox qazanmağa. Yəni, bizdə adətən belə bir məsələ var ki, şirkətlərdə də bəzən o etibar, belə deyək də, boşluğu yaranır ki, müraciət olunur agentliyə, agentlik kostu şişirtmək üçün müxtəlif, belə deyək də, bunu orada verək, burada verək və s. Amma nəticədə baxıb görürsən ki, şirkətə ümumiyyətlə orada o reklamın yayımlamağı lazım deyil. Sadəcə olaraq kostu şişirtmək üçün müəyyən bir əlavələr olunub. Yəni, mən tövsiyə eləyərdim ki, bunu bir balaca fokuslamaq lazımdır ki, növbəti qarşı tərəfə nə faydalıdır, necə faydalı ola bilərik. Birinci növbədə buradan çıxış eləyək. Daha sonra artıq həmin şirkətin bir balaca qərar verməyinə də imkan yaradaq ki, qoy başqa yerlərdən də maraqlansın, başqa sorğular da alsın, müzakirə yaransın və əminəm ki, şirkət marketinq sahəsində olan, belə deyək də, əməkdaş və yaxud da şirkət rəhbəri də kifayət qədər şirkətini düşünür ki, o yerə gəlib çıxıb və əminəm ki, ən faydalı təklif hansı olsa şirkət üçün onu daha çox seçəcək. Təşəkkür edirəm. Təşəkkür edirəm. Buyurun, nəsə əlavə eləmək istəyirsiniz? Elnur bəy, bir sualım da olacaq. Sonra da mən bir-iki sualı da buradan səsləndirəcəyim. Bizim hörmətli tamaşaçılar göndəriblər. Yaradıcı sənaye ilə büdcə arasındakı asıllıq. Yaradıcılıqla böyük büdcələrə necə qalib gəlmək? Necə qalib olmalıdır? Əslində, Zaur bəy bayaq çox gözəl demək olar ki, bu suala cavab verdi. Mən bir neçədən əlavə eləyəcəm. Mənim üçün yaradıcılıq, kreativ, mən həmişə deyirəm, neçə ildir deyirəm bu sözü. Kasıbın varlığı ilə, zəifin güclüyü ilə müharibəsində bir silahdır. Mənim üçün odur, kreativ. Bu, belə bir deyim var, mən razı deyiləm o deyimlə, amma bu məcrada o deyim məncə haqlıdır. Deyirlər, rəssam ac olmalıdır. Rəssam ac olmasa o rəssam deyil də, belə bir deyim var. Bu məsələdə o işləyir. Niyə işləyir? Belə bir nümunə gətirib, mənim dostumun oğlu böyük vətən müharibəsində böyük bir sücaət göstərmişdi. Bir məqamda, bir səngərdə 8 ermənini birdən öldürüb adam. Özü də sağ çıxıb, adam dediyimdə uşağın 21 yaşı var idi o dövrdə. Və biz yığışmışıq müharibədən sonra bunlarda bu qayıdıbdır, veterandı medalları var, nə bilim. Oturub söhbət edir. Dedim, Rauf, necə oldu ki, sən onu elədin də? Necə oldu ki, sən 8, özü balaca, arıq, bu boyda bir uşaqdır. O dedi ki, Elnur abi, nə bilim, təntidim.
Bax, bu kreativdə bəzən təntimək çox yaxşı şeydir. Çünki sən təntiyəndə, sənin qarşısında bir məqsəd durubdur, sən bu məsələni həll eləməlisən, amma sənin də büdcən var. Bax, böyük büdcələrlə biz böyük əhatələri ala bilərik. Böyük büdcələrlə biz böyük əraziləri örtə bilərik. Amma diqqəti almaq üçün, diqqəti qazanmaq üçün yerində kreativ lazımdır. Və kreativdə sən biraz fərqli düşünməlisən. Mən həmişə deyirəm ki, kreativ lətifə kimi bir şeydir. Zarafat, yaxşı zarafat kimi bir şeydir. Qısa olmalıdır, anlaşılmalıdır, ya diqqət çəkməlidir, yadda qalmalıdır ki, onu eşidən adam dərhal hamıya söyləmək istəsin və sevilməlidir. Və biraz da duyğusal olmalıdır. Və bunlar birləşdilərsə, deməli, sən nəsə bir kreativ bir iş görübsən, deməli, sən nəsə yaradıcı bir şey yaradıbsan da. Və təntiyəndə sən başa düşürsən ki, mənim büdcəm də yoxdur, mənim zamanım da qısıtlıdır, sən istəməz standart düşüncədən çıxırsan. İnsan standart düşüncədən çıxanda, qeyri-standart düşünməyə məcbur olanda, istər-istəməz özü olmağa başlayır. Yəni, mən özümü sizə göstərə bilərəm ki, mən cəsarətliyəm, mən güclüyəm, mən çox belə insanam, nəyəm. Birdən təsəvvürünüzü gətirin, oradan o priborlardan biri qopub düşür aşağı, mənim artıq roldan çıxıram, mən olduğum kimi qalıram. Və mən başlayıram əsməyə burada və siz mənim necə olduğumu görürsünüz və bu səmimiyyətin maksimum bir nöqtəsidir də. Çünki mən artıq rol oynamadım, artıq özümü göstərmədim. Mən nəyəmsə, kiməmsə, siz onu gördünüz. Kreativdə də valla belə şey işləyir. Sən təntidin, sən qısa müddət ərzində, sən pulsuz nəsə bir iş görəsi oldun və sən başlayırsan səmimi olmağa, sən başlayırsan özün olmağa və onu insanlar çox yaxşı hiss edirlər. Və orada birdən görsən elə bir şedevrlar çıxır ki, elə bir işlər çıxır ki, məsəl üçün də Coca-Cola məşhur o brrr da deyirik də Coca-Cola reklama ehtiyac yoxdur. Elədi Coca-Cola reklam və çox aşağı büdcəli bir şey idi. Hə, orada okey, biraz ulduz söhbəti vardı, amma olmasaydı da belə çox balaca bir şeydir, çox kreativ bir şeydir, çox az büdcəli bir şeydir. Siz dediyiniz Head and Shoulders məsələsi, bəlkə də 300-500 dollara düzələn bir şeydir. Amma yəni biraz səmimiyyət, biraz doğruluq, biraz dəqiqlik, biraz diqqət və bir də görürsən ki, çox aşağı büdcəyə elə bir iş alınır ki, yəni doğrudan da onu heç bir böyük büdcələrlə sən eyni işi gördürəməzsən. Mən öz şəxsi təcrübəmdən deyim, biz bir marka ilə işləyirdik, yağ markasıdır, illərdir Azərbaycanda çox satılan yaxşı yağ markası idi və gəldi elə bir məqama düşdü ki, artıq o tip yağlar Azərbaycanda çox negativ qarşılanır, satılmır falan və onların ambarlarında xeyli o yağdan məhsul qalıbdı və onlara bir reklam lazımdır ki, o məhsul ambardan satılsın, zavod da bağlanıb, fabrik istehsal getmir və pulları da var, büdcə də var və haradasa 100.000 manatı aşan bir büdcə ilə biz onlara bir konsept düşündük və film çəkdik. Nəticəsi oldu, o məhsul da satıldı, zavod da yenidən işlədi. Keçdi 3 il və eyni marketoloq, eyni şirkətdən bizə müraciət elədi ki, bizə yenə də bunu biraz eləmək lazımdır, amma artıq şirkət rəhbərliyi bu yağın üzərində durmaq istəmirdi. Yəni, bu bazardan çıxsın da bir zəhmət də, bu marka bizim üçün o qədər dəyərli deyil. Amma nəsə eləmək istəyirik və hesab edin, bizim ümumiyyətlə büdcəmiz yoxdur. Və biz onu mənim dostumun da, həm də eyni şirkətdə işlədiyimiz İslamgilin mətbəxində, İslamın tavasında mənim kameramla belə dizimizin üstündə bir şey çəkdik ki, dedik ki, yəni biz sizdən zaten işləmişik, inanırsınız, bunu biz sizə hədiyyə eləyirik, ümumiyyətlə, yəni fikir olaraq. Amma fikir olaraq bir fikir qatdıq ki, bu kərə yağıdır, bu da bu yağıdır. Yeməlidir, yeməli deyil qoyduq qırağa. Bu sənin qonağın yanında biabır eləməyəcək. Bir dənə o mesajı qoyduq. Çünki artıq vicdanımız da imkan verimdir demək ki, bu kərə yağından yaxşıdır ki, deyildir də. Amma dedik ki, qonağın yanında biabır olmaq istəmirsənsə bu yağı istifadə elə. Və o mayasız, xərcsiz bir şey ilk o 100.000-dən artıq olan büdcəsi olan reklamdan daha artıq partladı. Və bizə rəsmən şey elədi ki, qardaş, yəni belə şey də yox da, yəni biz yenidən fabrika zaten çalışdırası deyilik. Bu bağlanıb, bu kitab bağlanıb. Amma bu dəqiqə bütün məhsul stoka oldu. Belə bir nəticəsi oldu. Və o qədər də yayımlanmadı da cəmaət. Çünki o biz oturduq, hə bu bizim dostumuzdur, neçə ildir çalışdıq, buna neyniyək? Səmimiyyətlə belə bir şey elədik. Bir xanım, siz deyirsiniz, bəlkə gözəl dediniz. İnsanlara nə lazımdır? Sən targeting nəticəsində kimə xitab eləyirsənsə, kimə bu mesajı verirsənsə, o insan nə istəyir, onu verdinsə və onun başa düşdüyü dildə danışdınsa, məsələ bitdi. Bir də üzərinə səmimi oldunsa, vallahi
Elnur bəyin bu çıxışından sonra burada oturan marketologlar büdcələrdə kəsəcək, deadline-lar da azaldacaq yəni. Çünki кейslər var. Suallar var. Elvira xanım tərəfindən sual sizədir birbaşa. Birinci brend olunur, sonra trend, yoxsa birinci trend olunur, sonra brend? Tolstoy bir gün, Lev Tolstoy bir gün gəlir yoldaşlarıyla görüşməyə. Hamı da bilir ki, o Anna Karenina əsəri üzərində işləyir hal-hazırda. Gəlir, hamı baxır ki, qanı qaradır, çox pisdir, adam ağlayır, adam özünə yer tapanmır. Hamı məyus olub ki, görəsən nə oldu, yaxınlaşırlar ki, yəni nə olub, nə baş verib sizin həyatınızda? Deyir, heç nə də Anna Karenina. Deyir, nə olub? Deyir, özün qatarın altına atdı. Personaj bəzən yox, əgər bu çox ciddi eyni şey Pushkində də olubdu. Tatyana Lenskiyərə gedəndə o da gəlib şokla deyib ki, Tatyana bilirsiniz nə hoqqa çıxartdı, nə oldu, götürdü Lenskiyərə getdi. Sanki bu yazarı deyil bu poemanın. Elə şeylər olur ki, sənin yaratdığın nəsə, kimsə, bir varlıq səndən asılı olmayaraq yaşamağa başlayır. Brend məsələsində Allah bütün brendləri trendə çevirsin, sözsüz ki, faydalı brendləri. Amma mən hətta belə deyərdim, okey, öncə brend, sonra o brend özü qərar verər, o trend olsun, yoxsa olmasın. Mənim üçün öncə brend. Mənim üçün brend çox önəmlidir. Hansısa bir brendin trend olmamağı, mən dünya çapında brendlər var ki, trend deyil, amma biz onları gündəlik istifadə edirik. Mən sizə belə deyim, hansı Bakı çörək fabriki trenddədir? Hansı Bakıda istehsal edən çörək zavodu trenddədir? Heç biri də düzdür. Amma brendlərini hamımız tanıyırıq ki, Xırdalan çörək fabriki var, bir nömrəli çörək fabriki var və hamımız ondan istifadə edirik. Bu biraz belə mübahisəli məsələdir. Bunu belə bir dəfəlik cavab veriləsi bir sual deyil. İcazə versəz bir sualda səsləndirim və bizim vaxtımız da artıq bitir. Zahir bəy, sual sizədir. Deməli, sual itdi. Bir dəqiqə. Çox maraqlı bu sual hara getdi? Belə mən elədim. Ölkəmizdə olan marketinq və reklam strategiyaları 10 il öncə daha yaradıcı və effektiv idi, yoxsa indi? Хороший вопрос. Zahir müəllimə tamam. Çox çətin sualdır. Elnur bəy də tam doğru qeyd edir. Yəni, effektivliyini ümumiyyətcə ölçməkdə mən acizəm, çünki effektivliyi müştəri ölçür. Məsələn, bir telekom operatoru üçün biz 2007-2008-ci ildə bir kampaniya hazırlamışdıq. Strateji kampaniya idi. Onu ortada müştəri dedi ki, həm mediası da bizdeydi, yəni media buying da bizdeydi. Müştəri dedi ki, onu dayandırın bugün. Çünki billing sistemi çatdırmır. Yəni, bu artıq nəsə deməkdir də. Bu ölçmək yəni müştəri tərəfdən olmalıdır. Amma yaradıcılıq potensialı, mən belə başa düşdüm, yaradıcılıq potensialından gedir də söhbət ki, yaradıcılıq məhsulları 10 il öncə daha güclüdür, yoxsa indi? İndi də güclü məhsullar var. Bax, elə mənim o birinci mənə ünvanlanan sualı cavablandıran mənim yadıma düşdü ki, məsələn, bugün restoran, Xorika restoran şəbəkəsində insanlar özləri, bilmirəm, öz resursları hesabınadır, yoxsa çox belə kustar, qeyri-institusional formatdadır. Amma məsələn, çox kreativ məhsullar yaradırlar. Restorandır, nə bilim, nə? Şır. Heç düzəmərli adı da yoxdur, yəni. Amma baxırsan, Miyaso. Məsələn, mən buradan brendin adını çəkirəm. Miyasonun mənə bir-iki dənə adını göstərdilər, Reels'ını göstərdilər. Mən dedim, hava, mən əl çaldım. Halaldır. Bugün də var. Əlbəttə ki, ötən illərdə institusional yaradılan reklam strategiyaları, kampaniyaları daha çox idi və strateji olaraq kampaniyalarımız daha çox idi. Yəni, məsələn, indiyənə kimi xatırlanan
netləşdirə bildiklərimizdənsinizmi? Və yaxud da ki, birazdan hamı danışacaq. Və yaxud da ki, həyat paylaşdıqca gözəldir. Nə bilim, və s. və ilə axır. Bunlar niyə yadda qalıb? Çünki media tərəfinə çox ciddi önəm verilirdi. O kampaniyalar 1 il, 2 il davam edirdi, 3 il davam edirdi. Yəni, amma bugün çox maraqlıdır ki, bax, indi mən danışdıqca başa düşürəm ki, bu gün qeyri-institusional, yəni reklam agentliklərindən, klassik reklam agentliklərindən, o koskoca deyilən reklam agentliklərindən çıxmış kreativ daha güclüdür. Bilmirəm, niyə belədir. Bilmirəm. Məncə biraz nəsil Təşəkkür edirəm, deyəsən... Mən əslində dəstək üçün deyəcəkdim. Mən burada siz necədir? Mənim düşüncəmdir bu şəxsən. Nəsil dəyişir, baxış dəyişir, dəyər dəyişir. Ona görə demək olmaz ki, dünəninki daha keyfiyyətli idi, bugünkü daha keyfiyyətsizdir və ya bugünkü daha keyfiyyətlidir, dünənki keyfiyyətsizdir. Bugünkü insanların istədiyi şey başqadırsa, dünəninki keyfiyyətli ola bilməz. Hərəsinin öz yeri var, düzdür. Bir də bu 10 il əvvəlmi yoxsa indimi bu mövzu ilə bağlı əslində mən biraz da radio tərəfdən çıxış eləmək istəyirəm. Elə mən də tam olaraq demək olar ki 10 ildir radio sayəsindəyəm və mən radioda yeni başlayan vaxtlarda belə bir yanaşma var ki, biz daha çox çalışırdıq elə bil ki, rəqəmsal medianı bir balaca gömməyə və belə bir şey vardı, bir şey gömməyə çalışırsan, onun toxum olduğunu unudursan. Ənənəvi media olaraq, radio olaraq nə qədər bir balaca rəqəmsal media ilə mübarizə aparmağa çalışılsa da, gördük ki, yox da, mübarizə aparmaqla deyil. Orada real statistika var, real nəticələr var və istənilən halda bu mübarizə mümkünsüz bir şeydir. Bir müddət sonra isə gördüm ki, ənənəvi media ilə rəqəmsal media mübarizə aparmağa başladı, podkastlər yaranmağa başladı, real reytinqlərlə belə deyək, bir növ bazar payı bölünməyə başladı və s. İndi isə tam bu neoklasika deyilən vaxtdayıq. Çünki indi mən fikirləşirəm ki, radiolarda rəqəmsal olmadan demək olar ki, kontent fikirləşəndə deyirlər ki, burada rəqəmsalda bəs nə edəcəyik? Rəqəmsal tərəfi mən heç təsəvvürüm yaramaz ki, bir radioda motion designer lazım olsun, dizayner lazım olsun və s. 10 il əvvəldirsə bunlar yəni ehtiyac görülməyən bir tərəfləri idi. İndi hal-hazırda bunlara ehtiyac var və biz düşünürük ki, kontenti yaradırıqsa biz rəqəmsal tərəfdə də olmalıyıq və mütləqdir ki, orada da inkişaf elətdirməliyik bunu. Və hal-hazırdakı neoklasika dövrü düşünürəm ki, elə 10 il əvvəlkindən də və 5 il əvvəlkindən də indi daha maraqlıdır. Çünki hər iki tərəfdə fəaliyyət var və bir növ birləşik bir kontent yaranıb ki, indi daha maraqlı gedir. Təşəkkür edirəm. Mən sizin icazənizlə təşəkkürümü bildirmək istəyirəm forumun təşkilatçılarına. Buyurun. Çox üzr istəyirəm. Sağollaşmadan mən sizə gözləyirdim ki, bəlkə zaldan o sual gələr, amma gəlmədi. Ən azından özüm o məsələyə toxunum. Özüm o məsələyə toxunum. Əslində Nur bəy çox qəşəng vurğuladı. Nə lazımdır bizdə eyni şəkildə Zaur bəy də vurğuladı bunları çox. Amma həm də dəstək də çox önəmlidir. Yəni biz hansısa bir kreativ layihəni etdiyimiz zaman ona dəstək də çox vacibdir. Bunu nədən irəli gələrək deyirəm? Bu yaxınlarda biz sosial mediada çox maraqlı bir kampaniya başlatdıq. Çox məşhur bir animasiyadan istifadə etdik. Başlanğıc üçün səs salmağa görə biz bunu reallaşdırdıq. Və doğrudan da effektini gördük. İnsanlar paylaşmağa başladı. Təbii olaraq bəyənməyənlər və bəyənənlər iki yerə bölünmüş oldu. Bu da normaldır. Sadəcə mənə maraqlı gələn oldu ki, biz onsuz da nəzərdə tutduğumuz animasiyanı hazırlayandan sonra animasiyanı geri çəkdik. Şəkillər, yəni rəng palitrasını və sloqanı saxladıq və kampaniya bir ay boyunca da getdi. Effektini gördük, görmədik, artıq o təbii ki, başqa bir məsələ, amma sosial mediada səs saldı. Mənə maraqlı olan bilirsiniz nə oldu? Deməli, bizim şəkilləri, bizim animasiyaları skrin edib, həmin qlobal şirkətə göndərirdilər ki, bunları məhkəməyə verin. Onları şikayət eləyin. Onlar bu cəzalansın, görək necə olacaq. Bu
çox maraqlı idi ki, yəni biz eyni sənayeye xidmət edirik, biz eyni ölkəyə xidmət edirik. Buradakı bizim qazancımız iqtisadiyyata verdiyimiz qazancdır. Hansısa bir cibimizə getmir də hər bir halda. Burada mənə çox maraqlı oldu ki, demək ki, biz hələ də qurucu yox, qırıcı olmağa davam eləyirik. Halbuki tənqid anlayışı tam fərqli bir şeydir. Haqlıydıq və yaxud da deyildik, bu tam bir başqa məsələ idi. Amma bunu bu şəkildə etmək, yəni mənə həqiqətən çox məyus elədi. Halbuki buna qədər etdiyimiz layihələri heç kim paylaşmırdı. Məsəl üçün, bizim paylaşdığımız layihələrdən xanımlara dəstək olduq, onların təhsili ilə bağlı heç paylaşılmadı, heç kim səs eləmədi. Gəncə hadisələrində baş verəndə 2020-ci ildə Nilay və Xədicəni şirkət öz öhdəliyinə götürüb, hər il onlarla bağlı paylaşımlar edirik. Heç kim baxmır, maraqlanmır ki, yəni bu belə bir şeyə görə çox sağ olun. Amma bu kimi halda dərhal birinci elə bizim şirkəti və yaxud da fərqi yoxdur, başqa bir şirkəti skrin edib şikayət etmək, yəni çox təşəkkür edirəm. Bu barədə yaxşı, operativ. Mən hər birinizə təşəkkür bildirmək istəyirəm. Mənə elə gəlir ki, maraqlı oldu bizim spikerlərin çıxışları. Bir daha təşkilatçılara da təşəkkürümü bildirmək istəyirəm öz komandamızın adından, spikerlərin adından, öz adımdan. Təşəkkür edirəm. Çox sağ olun. Biz sizə təşəkkür edirik. Çox sağ olun maraqlı müzakirəyə görə. Sözün əsl mənasında bu paneldə illərin təcrübəsi danışdı. Çox sağ olun maraqlı, faydalı tövsiyələrinizə görə. Bir daha təşəkkür edirik və buyurun mərkəzə rica edəcəyik ki, bir xatirə fotosu da çəkək. Bugün bizlə bərabər olan bütün qonaqlarımıza təşəkkürümüzü bildiririk. Texniki heyətə təşəkkür edirik. Ledaza, həmçinin Facemark komandasına çox sağ olsunlar. Beləliklə Milli Marketinq Forumunun ikinci günü yekunlaşır. Sabah isə sonuncu günü baş tutacaq. Ümidvarıq ki, sabah da faydalı məlumatlar ətrafında, mövzular ətrafında müzakirələr olacaq. Təşəkkür edirik hər birinizə. Bizlə bərabər qalan qonaqlarımızın alqışları ilə ikinci günümüzü yekunlaşdırırıq.